bir, bədii filmdən, sənətli filmdən də, o uşaqlara nümayiş etdirə Hə, bilirik. nə Necəsə gözəl. uyğun O olur. sizdə ümumiyyətlə, yəni o olması lap əladır. Müəllimə, yəni Bəli. şagirdlər Yəni maraqla ixtisasımıza video uyğun çəkir. olaraq tarixdir Bəli, bizdə, o mövzumuza sənətli uyğun filmlər. olaraq, məsələn, 2-ci Qarabağ tarix deyil sizdə? Bəli, 2-ci tarixdir. Qarabağ, hə, müharibəsi ilə bağlı Müharibəsidir. keçirsiniz? Sonra məsələn, Babəki keçiriksə bədii filmdir. Oradan nümayiş elətdiririk. A, Tutaq nə ki, gözəl. Dastanlar keçiriksə, Dədə Qorqud filmindən nümayiş elətdiririk. Belə 2-ci Dünya müharibəsidirsə, yəni uzaq sahillərdə müxtəlif filmlər var. Filmlər, hə, nə Eynisə gözəl. bəli. Tarixi filmlər. Bəli, müəllimə, qəşəng, əla. Dərs prosesində müəllimə, şagirdin öyrənməsini necə təşkil edirsiniz? Əsasən, deməli, şagirdin öyrənməsini təşkil etmək üçün, şagird yönümlü deməli, əsas şagirdi inkişaf etdirmək üçün şagird yönümlü istifadə edirik. Onun maraqlarını nəzərə alırıq. Sonra, yəni bu iş üsullarından istifadə eləyirik. Şagirdi əməkdaşlığa, ünsiyyətə cəlb eləyirik. Birinci ilk olaraq motivasiyanı doğru qururuq. Motivasiyanın düzgün qurulmasından sonra, yəni artıq, şagirdlərin dərsə marağı daha da çoxalır, yəni diqqəti cəlb olunur. Əlavə olaraq müəllimə, mən sizə deyim ki, məsələn, necə, dərsdə şagirdlərin öyrənməsini, təşkil etmək olar? Burda daha çox şagirdlərin hamısının öyrənməsi, daha mükəmməl şəkildə effektiv təlim nəticəsinə çatmaq üçün mən deyəcəm ki, məsələn, mən müxtəlif inteqrasiyalardan istifadə edərəm, fənnimi digər fənlərlə əlaqələndirərəm, qısa, lakonik, yığcam, həyatdan nümunələr göstərərək, mövzuma uyğun videoçarx, slaydlar, məsələn, müxtəlif materiallar nümayiş etdirərək, lazımsa sinifə əyani vəsait gətirərək dərsə öyrənməni təmin edəcəm. Yəni bu cür həqiqətən də bu cür qurulmuş dərsdə mükəmməl şəkildə öyrənmə təmin edə bilərik müəllimə. Bir də dünənləri müəllimə, mən sizə o sualdan vermək istəyirəm. Dünən təmayül məktəblərdə imtahan, olub, müsahibə olubdu. Orda deməli müəllimlərə belə bir sual veriblər. Valideyn qiymətdən narazı olarsa, nə edərsən? Valideyn qiymətdən narazı olarsa, ilk olaraq, biz keçirdiyimiz diaqnostik qiymətləndirməni, formativ, yəni qiymətləndirmələri, ilə valideynə təqdim edərik. Uşağın portfolisini göstərərək, yəni burda yığdığımız, sənədləri, uşağa aid olan sənədləri göstərərək. Sonra uşağın, valideyni dərsdə iştiraka cəlb eləyərək, yəni, uşağın, ümumiyyətlə, yəni valideynlə əlaqə yaradıb, daimi olaraq formativ qiymətləndirmənin nəticələrini də valideynə çatdıra bilərik ki, yəni bax bu qayda ilə uşağınızın inkişafı, Mhm. tempini necə izləyirik, onu göstərə bilərik. Bir də müəllimə, düz deyirsiz. Yəni valideyn narazıdırsa biz diaqnostikini, formativini, summativ qiymətləndirmələrini göstərəcəyik ona. Amma ən son halda valideyn deyək ki, yekun qiymətləndirmədən narazıdırsa, valideynin, yəni övladının biliyinin yenidən qiymətləndirilməsini tələb etməsi onun hüququdur. Yəni valideyn övladının Ehtiyac yenidən olarsa bəli, qiymətləndirmə, bəli, yenidən qiymətləndirmə apara bilərik. komissiya Olur təşkil da, olunur. belə olur da, olur bəzi Bəli, hallarda. var, müəllimə, bəzi hallar var ki, komissiya təşkil olunur və orda biliyin yenidən qiymətləndirilməsi keçirilir. Yəni bax bunu belə deyə bilərsiniz. Sonra belə bir sual veriblər, Səidə müəllimə. Bir də dərsimizi də fayda eləyirəm ki, atacağam dərsdən sonra, yəni qoşulmayanlar da baxsın. Səidə müəllimə, belə bir sual da verilibdir ki, özünüzü və fənninizi necə sevdirirsiniz? Mən ümumiyyətlə, yəni şagirdlərlə, münasibətlərimi, tənzimləməyi bacarıram. Öz fənnimi özüm sevdiyim üçün və şagirdlərimə də bunu sevdirməyə çalışıram, fənnimi. Eyni zamanda onlarla mehriban münasibət quraraq, şagirdlərin maraqlarını diqqətlə nəzərə alaraq, onların, fənnimi sevdirməyə çalışıram. Yəni, eee, bunun əhəmiyyətini onlara izah edib, başa salıb, eee, həyatla, başqa fənlərlə inteqrasiyasını nəzərə alıb, əməkdaşlığı, dinləməni, ünsiyyətin yəni yaradılmasında mühüm rol oynadığını nəzərə alaraq uşaqlara bunu sevdirirəm, yəni.
Bir də İzah eləyin. müəllimə, o özüm fənnimizi də sevdirmək üçün, yəni şagirdlərin orda maraqlarını nəzərə alacağıq Necə? biz, şagird marağını. Onların marağını çəkəcək fəaliyyətlərə cəlb edərək, şagirdlərə fənnimi sevdirərəm və eləcə də onlarla bir də belə bir sual verilibdi, qoy onu da sizə verim. Deməli, belə bir sual hamısını sizə verdim, Verin digərlərinə müəllim. digərlərinə qalmadı. Verin müəllimə, Hə, öyrənmək yaxşıdır. əlbəttə bu gün həqiqətən də bir dənə fərqli suallarım var, amma sualların PDF-ini atmamışam sizə. Bu suallarım eksklüziv suallardır. Onları da sizə verəcəm. Həqiqətən çox qəşəng suallardır. Qatı açılmamış suallardır. Qatı Hə, açılmamış. eşidək müəllim, biz də öyrənək də. Hə, öyrənin. Hə. Yəni bu suallar sizi həqiqətən də inkişaf elətdirəcək. Yəni həqiqətən informasiya bolluğunuz, söz bolluğunuz, daha çox müxtəlif fərqli situasiyalara yanaşma tərziniz, fərqli situasiyalarda çıxış məqamınız hamısını, yəni sizdə formalaşdırır. Nigar müəllimə təşəkkür eləyirəm. Hə, deyib ki, şagird-müəllim münasibətlərini necə qurursunuz? Bax, sırf Səidə müəllimə, siz mənim köhnə müdavimimsiz də. Siz bunu kurikuluma əsaslanaraq necə deyərsiniz? Ümumiyyətlə, şagird-müəllim münasibətlərinin qurulmasında, yəni şagirdlərlə, daimi olaraq onların maraqlarını nəzərə almaq lazımdır. Onları, deməli, humanist, yanaşmaq, onları başa düşmək, yəni bax bunları, şagirdlərlə ünsiyyət yaradıb, onları ümumiyyətlə, məsələn, bəzən olur ki, şagird hansısa bir problem olur, onunla maraqlanır şagirdin. Yəni bütün bunları nəzərə alıb şagirdlə münasibətləri yaratmaq lazımdır. Şagirdi başa düşmək lazımdır və o Aha, bitdi müəllimə fikriniz? Mən başlayım. hə, hə, müəllim bu qədər siz deyin, biz öyrənək. Ola bilər Hə, ki, əslində siz düz dediniz müəllimə. Tam mənim istədiyim cavabın birini siz dediniz. İndi əlavələri mən eləyim. Ümumiyyətlə bax bu sual, deməli təmayül məktəblərinə qeydiyyatdan keçən müəllimlərə verilən bir sualdır. Bildiriblər ki, müəllim-şagird münasibətlərini necə tənzimləyirsiniz? Və biz kurikuluma əsaslanaraq bunu belə cavablandıracağıq ki, müəllim-şagirdlə münasibətdə, yəni səmimi, pozitiv bir münasibət yaratmalıdır. Bu yaratdığı pozitiv bir münasibət onun şagirdlə dost olması anlamına gəlməyəcək. Müəllim şagirdlə səmimi ola bilər, qayğıkeş yanaşa bilər ona, mehriban ola bilər, amma bu onların arasında dost münasibətinin olması demək deyil. Şagird ümumi şəkildə bilməlidir ki, hansı davranışa qədər icazə var, hansı davranışa qədər müəllim səbirlidir, nəyə qədər nəyi edə bilər, nəyi edə bilməz. Və eləcə də müəllim şagirdlə empatiya quraraq və onunla onu anladığını göstərəcək, özünü onun yerinə qoyacaq, səmimi pozitiv bir münasibət və müəllim şagirdinə qarşı humanist yanaşmalıdır. Empatiya qurmalıdır, humanist yanaşmalıdır müəllim və demokratik bir ünsiyyət qurmalıdır. Bax, sizə belə bir sual verilərsə əgər, ümumiyyətlə şagird onsuz da veriləcək. Fərqli formatda ola bilər. Sırf elə deməzlər ki, məsələn, müəllim-şagird münasibəti necə olmalıdır? Belə vermir, başqa bir templə verərsən, orada deyim, bu bir qızıl qayda kimidir. Müəllim-şagird münasibətlərinin özəyində dayanan demokratik ünsiyyət, empatiya və müəllimin şagirdə humanizmlə yanaşması. Yəni, humanizmlə də yanaşma o deməkdir ki, müəllimlər, mən sənə inanıram, mən sənə güvənirəm. Sən bunların da hər bir çətinliyin öhdəsindən gələcəksən. Yəni, ona bir növ deyək ki, həvəsləndirmək, ruhlandırmaq, yəni müəllimin şagirdə müəllim şagirdə güvəndiyini hiss etdirməkdir. Bax, bunların hamısını vurğulayırsınız. Necə ki, biz deyirik ki, müəllimlər, müəllim-valideyn münasibətlərində dayanan məqam nələr idi? Təşəbbüs ələ alıram, empatiya qururam, onu anladığımı göstərirəm, təkidli, israrlı oluram və konfidensiallığı qoruyuram. Bu, valideyn-müəllim münasibətlərinin özəyində dayanan prinsiplərdir. Və eləcə də müəllim-şagird münasibətlərində demokratik ünsiyyət, empatiya və humanist yanaşma. Bunları da vurğulasanız, yəni o sualın möhürünü vurmuş olursunuz. Yəni, bax, bu müəllim-şagirdlə, amma nə qədər, onu da vurğulayın orada ki, müəllim-şagirdlə nə qədər səmimi, pozitiv münasibət yaratmağına baxmayaraq, bu onların dost olması anlamına gəlməyəcək. Belə bu qədər bu sualın cavabı. Təşəkkürlər Səidə müəllimə.
Çox sağ olun müəllimə. Siz Sağ sağ olun müəllimə, qəşəng cavablar. Biraz tempiniz sakitdir müəllim, o da sizin xarakterinizdən dolayıdır. olun. Belə Hə, sakit-sakit danışırsınız. Mən də biraz istəyirəm ki, aktivdir. daha belə, necə deyim də, təlimçiniz kimi emosional, pafoslu, belə daha belə qabarıq şəkildə danışasınız. İnşallah müəllim, inşallah. Sağ ol Öyrənəcəm. canım mənim, İnşallah. təşəkkürlər. Sağ Sonra, baxaq belə kim qaldı? Səidə müəllimədən. Lətifə müəllimə dərsdə, Nüşabə müəllimə dərsdə. Bəli. Salam müəllim. Salam, Nüşabə müəllimə, hazırsınız? Ver də görüm Mən baxır sizə çox çətin sual vermərəm. Biraz rahat suallar verim sizə. Səhhətinizlə bağlı bilirəm narahatsınız. Müəllimə, təlim nəticəsini nə zaman elan edirik şagirdlərə? Təlim nəticəsini dərsin əvvəlində. Dərsin əvvəlində meyar cədvəlində dərsin əvvəlindədir, təlim nəticəsi də dərsin əvvəlində. Tələsməyin, Məhəbbət müəllimə, onu da soruşacağam müəllimlərdən. Hə, hə, dərsin əvvəlində. Bəs meyarları nə zaman elan edirik müəllimə? Meyarlar da dərsin əvvəlində. Müəllimə, meyar nədir deyə bilərsiniz? Meyar şagirdlərin özlərinin özünə verdiyi qiymətləndirmə cədvəli. Özlərinə Meyar verdiyi bir qiymətləndirmə bacarıqdır. cədvəli. Meyar bir bacarıqdır müəllim. Bildiyimiz meyar bacarıq. Bu gün mən hansı bacarığı formalaşdıracam? Şagirdlərdə oxu bacarığı, yazı bacarığı, məsələn, gözəl rəsm çəkmə qabiliyyəti nə formalaşdıracam? Bax, meyar odur, müəllim. Bəs yaxşı müəllimə, deyə bilərsiniz refleksiya nədir? Refleksiya dərs boyu aparıla bilən daha doğrusu mənimcəmdə də qavramıdır. Dərsin deməli son mərhələsində apara bilən bir prosesdir. Deməli, çıxış biletidir, bu proseslər vasitəsilə deməli cümlə kökləri, sorğu, müşahidə, sual-cavab bunlarla Ay, sağ ol, bəli. ən əsası da 3-2-1 üsulu ilə. Mənimsəmə yaşda qavrama qalan- prosesidir də, müəllimə, Yox. deyəcəksiniz. 3 yadda qalan, 2 ən maraqlı fakt, bir də isə deməli sizə qaranlıq qalan nə oldu? Ay, sağ ol, sizə qaranlıq qalan nə oldu? Doğrudur, müəllimə. Bəs yaxşı müəllimə, belə bir sual verilərsə ki, bəs şagirdlərdə əməkdaşlıq bacarığını necə formalaşdırarsınız? Şagirdlərdə əsasən əməkdaşlıq bacarığın deməli onların öz potensialına uyğun dərsə başlayaram və şagirdlərlə bir-birinin necə münasibət qurduğum uşaqlara təqdimatı edərəm və onların bir-birini dinləməsi, bir-birinə hörmət, bir-birlərinin sözlərini kəsməmək, bir-birinə fikrinə hörmət mənasında şagirdlərimi yönəldərəm həmin mövzuya və onlarla əməkdaşlıq yaratmağa çalışaram. Əməkdaşlığı formalaşdırmaq üçün müəllimə qrup işi verərəm, fərdi qrup işi verərəm, layihə işləri, komanda işinə də cəlb edərəm şagirdləri birgə fəaliyyətə və eləcə də onlara bildirərəm ki, sizin bu qrupda da əməkdaşlıq bacarığınız qiymətləndiriləcək. Bu zaman şagirdlərdə əməkdaşlıq bacarığı formalaşmış olacaq deyə bilərsiniz müəllimə. Şagirdiniz uzun müddətdir ki, müəllimə dərsə gəlmir. Uzun müddətdir dərsə gəlmir. Bax, bu zaman nə edərsiniz? Mən buna çox yol vermərəm. Şagirdlə maraqlanaram və valideynlə əlaqə saxlayaram. Şagirdin nə səbəbdən evdə qalmasını daha doğrusu öyrənərəm və onu deməli necə deyim, qarşısını alaram və onun
qarşısını alaram da, yəni maraqlanaram valideynlə çox əlaqə saxlayaram ki, görüm uşağın problemi nədir ki, bu tez-tez qalır. Bəli, yəni Şagirdlə mən əlaqə uzun saxlayıram. müddət gözləmərəm. O sizə elə bir o sualı verməklə deyir, görün bu müəllim uzun müddət dərsə gəlməyən şagirdlə elə o qədər müddəti, yəni maraqlanmaya bilirmi? Bəli, biz uzun müddət gözləmirik. Elə həmin günü mən valideynlə əlaqə saxlayıb, araşdırıb dərsə gəlməmə səbəbini aydınlaşdırıram və dərsə gəlməsini təmin edirəm. Belə deyə bilərsiniz müəllim. İnklüziv təhsil nədir? İnklüziv təhsil hər bir şagirdin əlçatan olan təhsilidir. Yəni sağlamlığı məhdud olan, olmayan şagirdlər üçün eyni dərsdir. Yəni hər bir şagirdə münasib olan dərslərdir inkluziv təhsil. Bütün şagirdlər üçün təhsilin əlçatan olması. Doğru. Amma Nüşabə müəllimə, yenə az da olsa cavablar verirsiniz, vəziyyətdən çıxırsınız. İnşallah ki, imtahana qədər daha mükəmməl olacaqsınız. İnanırsınız ki, yoldardayam. Yəni ona görə tam hələ bunda deyiləm. Elə ki, bu gün biraz baxmışam. Keçən dəfə yox idim, xəstəxanada idim. Ona görə danışa bilmədim. Elə dinlədim. Allah öz köməyiniz olsun müəllimə. İnşallah yaxşı olacaq. Allah əziyyətinizi əlinizə qoymasın. Köməyin olsun. Sağ olun. Gülşən Əliyeva burada. Müəllimə, bir dənə sual verim. Olar. Buyurun. Müəllimə, cəmi nə qədər olacaq? Neçə sual olacaq bu bizdə? Cəmi nə qədər? 7-ci dərslikdə cəmi çatdıra biləcəyəm mən görəsən Hə, səhhətimlə müəllimə, bağlı. çatdıracaqsınız. Mən imtahana qədər, yəni kimlər indi bu bayaq dedim mən ki, qrupda bu avqust ayında biz avqust yox, iyul ayında 2 dənə 15 nəfərlik qrupumuz var. Bax, həmin o qrupların müəllimləri burdadırlarsa, onların hamısına deyirəm. Həm iyul ayında açılan 15 nəfərlik, həm də bu qrup. Yəni 2 qrup açılmışdı da 15 nəfərlik. Yəni hər ikisinə bildirirəm ki, yəni kimlər davam eləməsə mənə məlumat versin. Amma müəllimə, davam etmək qalanda ki, bizdə elə bil ki, hardasa 17-18 dərsimiz var. İndi bu MİQ-in müsahibəsi də olacaq. Oradan da çıxan sualların izahları ilə birgə PDF-lər hazırlayıb atacağam. 20-yə yaxın məsələn PDF olacaq müəllimə. 20-dən də hələ bəlkə çox. Yəni ümumilikdə müəllimə nəyi demək istəyirəm mən? Bəli. İmtahana qədər hər il məndə belə olub. Yəni çıxan müəllim çox nadir hallardan nəsə səhhəti ilə bağlı nəsə çıxan olar. İmtahana qədər müəllim qoşuldu, imtahana qədər hazırlaşır. Hər dəfə də yeni-yeni PDF, hər dəfə yeni-yeni suallar. Yəni mən PDF-dən bir dənə Telegramda nə atıbsa onları izləyirəm. Əlavə məlumatım yoxdur da, yəni imkanım Elə odur da çatmır. müəllimə. Elə odur da. Telegramda izləyirəm. Hə. Bir Yəni də elə deyirəm odur da. ki, hardasa bir 7-sini keçmişik, bir onu qalır da, hə? İcmal nə vaxtda keçəcək inşallah? İcmal axı gəlməyib, sizin şəxsi səhifənizə gərək mövzular gələr ki, biz hələ o icmal axıra yaxın gəlir. Axıra yaxın gəlir. Hələ şəxsi səhifənizə icmallar, mövzular gəlməyib axı müəllimə. Mən səhərdə demişdim sizə, valla səhhətimlə bağlı yollardayım, get-gəl ona görə alınmadı demir, girə bilmədim fərqli sizə. Ona görə bunu axıra qədər yəni sizdə olacam o görə. Hə. Yəni çıxmayacam. Fərdi istəsəniz müəllimə, bu ayda burada vaxtınız tamam olandan sonra yenidən fərdi götürə bilərəm sizi. İstəsəniz. Görün mən səhhətimlə bağlı həkimlərə gedirəm. Müalicə zad yazdıqlar müəllimə. Hələ analiz zad verirəm, uzadırlar. Ona görə qalmışam belə. Allah özü köməyiniz olsun müəllimə. Sağ olun müəllimə, təşəkkür Sağ edirəm. olun. Allah razı olsun. Sağ olun. Sonra gəlsin Gülşən müəllimə burada. Salam müəllim, eşidirəm. Salam Gülşən müəllimə. Gülşən müəllimə, belə bir sual verim sizə. Bax, stresli şagirdiniz tapşırığı yazmaqda çətinlik çəkir. Bu halda nə edərsiniz? Streslə. Bunun üçün çalışaram ki, onu həmin vəziyyətdən çıxardım. Səbəbini soruşdum ki, nə beləsə. Yəni, buna mənəvi qayğı göstərərəm.
belə vəziyyətdən çıxmağına Çətinlik çəkdiyinin səbəbini araşdıraram, istiqamət verərəm, yol göstərərəm müəllimə. Çətinlikdən qorxmayacaqsan. Məsələn, burada səhv etməkdən qorxmayacaqsan. Belə deyə bilərsiniz müəllimə. Bəs yaxşı müəllimə, refleksiya nədir? Gülşən müəllim. refleksiya başa çatmış mövzunu deməli uşaqlarda elə bir inikasızsa, yəni ki, nə Başa öyrənir? çatmış prosesi Uşaq nə öyrənir? Başa şuurda çatmış inikasıdır. şuurda inkası. Başa çatmış prosesi şuurda inkası. Mənimsəmə, qavrama prosesidir deyəcəksiniz müəllimə. Yaxşı müəllimə, refleksiyanı hansı üsullarla aparırsınız? Refleksiya 3-2-1'dir. Sonra indi gedirəm. Bəli, 3-2-1-dir. 3-2-1 necə üsuldur müəllimə? Tərifini deyin. Necə tətbiq olunur? 3 yaxşı öyrəndiyim bir anlayış. 2 dənə mənim üçün çox maraqlı. Bir dənə isə qaranlıq qalan bir mövzu. Doğrudur müəllimə. Müəllimə, təlim nəticəsini nə zaman elan edirsiniz şagirdlərə? Dərsin əvvəlində. Niyə? Çünki şagird belə coğrafi dillə desək, koordinatları bilməlidir də, hara gedir, nəyi biləcək. Hansı yaxud da bilik belə bacarığa desək ki, yiyələnəcək? Necə elədi mən? Koordinatları bilməlidir. Ki, uşaq nəyi öyrənməlidir? Məsələn, tutaq ki, deyirəm ki, bu küçənin binası, binanın padezi, evin belə bunlara elədir ki, dəqiq demək lazım. Deyirəm ki, mən filan küçədə yaşayıram, 20 yanvar. Aynı axtarsın, 20 yanvarda mən hardayam, binanı verməliyəm, məsələn, mənzili, evin nömrəsi var, belə bir şey. Ünvan dəqiq olmalıdır da. Uşaq bilməlidir ki, nə öyrənir. Ay, sağ ol, qəşəng müəllimə. Doğru. Bəs yaxşı, belə bir sual verilərsə ki, meyarlar nəyə əsasən müəyyən olunur? Gülşən müəllimə. Meyarlar təlim nəticələrinə görə. Təlim nəticəsi nəyə görə müəyyən olunur? O da standartlara görə. Hansı standart? Ad standartlara görə. Ay, sağ ol. Ad standartlara görə. Doğrudur müəllimə. Ad standart neçə hissədən ibarətdir müəllimə? Deməli, burada bilik və bacarıq, qabiliyyət. Bilik və bacarıq da deyə bilərsiniz, bilik və fəaliyyət də deyə bilərsiniz müəllimə. Bəs açıq və qapalı suallar nədir Gülşən müəllimə? Açıq suallar, qapalı suallar. Demək, qapalı suallar əsasən anlama, xatırlama, kim idi o? Onun nəzəriyyəsi, bilməm, kim idi mən? Adı yadımdan çıxdı o professoru. Anlama, xatırlamaya əsasən qapalı Bunun suallar. taksonomiyasını deyirsiniz müəllimə? Bilim taksonomiya, taksonomiya. Ən çox elə xoşum gələn taksonomiya o deyil. Taksonomiya deyil, anlama, xatırlama, tətbiq etmək, təhlil etmək, tətbiq etmək, sonra dəyərləndirmək, yaratmaq, belə. Deməli, açıq sual, qapalı sualların yalnız bir cavabı olur, dəqiq cavab. Məsəl üçün, deyək ki, biz hansı planetdə yaşayırıq? Biz yer planetində yaşayırıq. Marsı, Jüpiter demir ki, bir dənə cavabı var ki, biz yer planetindəyik. Məsələn. Amma qapalı suallar müxtəlifdir də. Qapalı sualların müxtəlif olması bugün hal-hazırda bütün dünyanı bürüyən ekoloji problemlər, nə bilim, qida çatışmamazlığı, bu qədər GMO'lar, yəni ki, görürsünüz, hamısı, indi orqanik meyvələr, orqanik bitkilər azdır. Demək olar ki, hamısı GMO'dur. Yəni ki, süni yolla geni dəyişmiş bitkilər, meyvələr, tərəvəzlər, hər şey. Yəni belədir. Bu açıq sualda uşağa sual verin, uşaqlar. Bunu necə eləyərdiniz? Məsələn, qida çatışmamazlığını, təbiəti qorumaqda ekoloji problemləri, su çatışmamazlığı, havanın çirklənməsi, hansı siz layihələri, hansı fikirlərinizi irəli sürə bilərsiniz? İndi hərə biri deyər ki, məsələn, mən havanı təmizləmək.
Doğru Təbii müəllimə, hələ ki başa daha düşdüm müəllimə. hə, Kifayətdir çox Gülşən danış. müəllimə. Hə, çox danış. Qəşəng müəllimə. Bəs yaxşı müəllimə, bullying nədir? Bu da deməli təsir, zərbə, təcavüz, yəni ki, bir şagirdin bir şagirdə yəni ki, biz müəllim burada deyim bullying kapitalizm cəmiyyətində belədir. Kapitalizm cəmiyyətində mən 5-ci kursda siyasi iqtisad keçirdim. Orada dırnaq arasında yazılmışdı ki, kapitalizm cəmiyyətində insanlar qurd sürüsüdür. Zəif qurdlar, güclü qurdların yem olur. O cümlə, o kitabım da qalıb hələ. Krem rəngdə siyasi iqtisad kitabıdır, şkafımda saralıb. Keçən səfərlərdə onu, kurikulum çıxanda onu açdım, apardım məktəbli müəllimlərə götürdüm. Belədir, kimsə kimi hansı yollansa deməli təhqir eləyir, alçaldır, belə. Yəni ki, Zəifin ya, güclünün zəif üzərində mütəmadi göstərdiyi təzyiq deyək müəllimə. bəli, o bütün sahələrdə hal-hazırda bu dəqiqə elədir. Sinifdə də, Hər yerdə cəmiyyətdə elədir. də. Həmişə də olub, yenə olur, olacaq da. Bəli. Bu Amma mümkün deyil. Sovet cəmiyyətində elə deyildi hardasa. Amma bugünkü cəmiyyətdə dövlət Daha deyir ki, çoxdur. hər kəsdən öz əməyinə, öz qabiliyyətinə görə ona məvacib verir. Amma Sovet cəmiyyəti deyir ki, hər kəsdən tələbatına görə, əməyinə və tələbatına görə. Amma bu gün o tələbat heç kim üçün maraqlı deyil. Mənə nə var, sənin 10 dənə uşağın var və yaxud da sənin evin yoxdur, nə bilim, nə. Təşəkkürlər Gülşən müəllimə. Çox sağ ol Bəli. canım mənim, Sağ minnətdaram. olun, siz də sağ olun. Çox sağ olun. Sonra olun. Mədinə müəllimə Müəllim, burdadır. Bir dəqiqə üzr istəyirəm. Siz deyəsən deyirdiniz ki, keçən dərsində alacaqsınız bizdən. Nə? Nə Hə, alacaq? rəy alacaqdınız hər müəllimdən. Tanışdırıcı rəy demişdim. Hə, heç unutmuşam onu əslində. Hazırlamışdınız Gülşən müəllimə. Müəllim, rəy belədir ki, məsələn, tutaq ki, mən bir mövzu keçmişəm uşaqlara. Uşaqların bəziləri, məsələn, tutaq ki, materiklər keçmişəm. Məsələn, ən bir sadə. Uşaqlar sadəcə olaraq materikləri göstərə bilir yalnız. Amma bir başqaları materiklərin hansı okeanlarla əhatə olunmasını və boğazlarla hansı körfəz boğazlarla bətər bir-birindən ayrılması belə. Odur da incəliklər, hə? Yox, müəllimə, elə bil ki, şagird etdiyi fəaliyyətə sən rəy verirsən. Nəyi səhv eləyibdi, səhvin də deyil, düzün də deyil. Sonra ona yol istiqamət göstərirsən. Hə da deyirəm ki, bax gördün qəşəng biz göstərdin, amma okeanların adını düzgün demədin, boğazları düzgün demədin və yaxud da belə elə. Hə, o kimi müəllimə, bəli. Hə, deyə bilərsiniz elə. Məsələn, deyək ki, bax okeanları xəritədə, nə bilim, okeanları göstərdin, amma adlarını düzgün demədin. Bunun üçün adlarına düzgün diqqət yetirmən lazım. Bax, bu şəkildə istiqamətləndirirsiz müəllimə. Təşəkkürlər müəllimə, çox sağ olun. Mədinə Cəfərova burada. Nurlan müəllim burada. Sənubər müəllim. Bəli, buradayım. Sənubər müəllimə buyurun. Müəllimə, qiymətləndirmənin hansı istiqamətləri var? Müəllimə, mən də bugün həkimdən elə bir saatda gəlmişəm Bakıdan. Narahatsız. Hə, narahat olmayın müəllimə. Yaxşı əzizim. Yaxşı. Hə, başlayaq. Verim sual, yoxsa hazır deyilsiniz? Yox, verin. Veriyim qədər. Elə deyirsiniz ki, müəllimə, nədir, qoşula bilmirəm. Ona görə dedim, narahat olmayın. Yox, qoşuldum. Verək də, nə öyrənərəm. Aha. Qiymətləndirmənin istiqamətlərini sayaq müəllimə. Qiymətləndirmənin istiqamətlərini. 4 istiqaməti var. Bəli. 4 istiqaməti var. Sayaq. Məktəb daxili. Hə, məktəb daxili, Beynəlxalq. illik, bir də İllik yox, müəllimə. Milli, bir məktəb daxili, beynəlxalq, milli, bir də illik deyil. İllik yox, ay müəllimə. İllik yox, milli qiymətləndirmə. Hə, milli dedim, milli, beynəlxalq, məktəb daxili. Hə, bir də yekun qiymətləndirmə.
Hə, mən onu illik dedim də, yekun qiymətləndirməni illik Hə. dedim. Çünki onu biz aparmırıq, müəllimə. O illiyi biz özümüz çıxardırıq. Amma yekun qiymətləndirməni biz aparırıq. Siz yekun qiymətləndirmə keçirirsiniz məktəbinizdə? O direktor tərəfindən keçirilir. 9-11-lərin yekun qiymətləndirməsini, attestat qiymətləndirməsini siz məktəbinizdə Yox, özünüz onu yox. keçirirsiniz? Onu nazirlik tərəfindən aparılır. Ay, sağ ol. Bəs onu demək istəyirəm də müəllimə. Ona biz illik qiymətləndirmə yox, yekun qiymətləndirmə deyirik. Şagirdlərinizə necə rəy verirsiniz müəllimə? Şagirdlərimizə biliklə və bacarığına görə rəy veririk. Necə rəy verirsiniz də? Hansı rəydən verirsiniz müəllimə? Rəy Konstruktiv rəy. Hı. Konstruktiv rəy verirsiniz müəllimə? Rəy budur ki, müəllimə, məktəbli kitabçasına yazdırıq. Məsələn, ki, bugün yaxşı hazırlaşmısan və yaxud da yaxşı oxumusan, bunu bacarırsan, bunu məsələn, üzün alqoritma məsələn, xassələrini yaxşı sayırsan, informasiya haqqında yaxşı məlumat verir, belə. Yox, o rəy deyil müəllimə. Biz rəyi, bax, bayaq Gülşən müəllimə dediyi kimi, rəyi istiqamətləndirici verməliyik, inkişaf etdirici verməliyik. Nəyə səhv edib, nəyi düz edib, səhvin də deyil, düzün də deyil, sonra ona yol istiqamət göstər ki, o səhvini düzəltməyi bacarsın. Məsələn, bax, deyək ki, şagirdə 5 dənə tapşırıq vermisiniz, o 5 tapşırıqdan 2-sini düz yazıb, 3-ünü səhv yazıb. Gətirib deyirsən ki, hə, baxıram ki, bax, bu yazdığın fonetik təhlilləri düzgün yerinə yetirmisən, amma 3 fonetik təhlilin 3-ündə yanlışın var. Bunun üçün get, fonetik qaydaları, İstiqamət verir. sözlərin, məsələn, hədəf kitabında, məsələn, mən yönləndirirəm. Məsələn, deyirəm, hədəf kitabında bax, filan materialları oxu, bu səhvlərin üzərində yenidən işlə. Bax, bu olur konstruktiv rəy müəllimə. Təlim nəticəsini nə zaman elan edirik şagirdlərə? Dərsin əvvəlində. Qiymətləndirmə meyarları nə zaman bildirilir Ona şagirdlərə? dərsin əvvəlində. Doğrudur. Erkən nigaha cəlb olunan şagirdiniz varsa, nə edərsiniz müəllimə bu halda? Erkən bu zaman əvvəlcə valideynlə söhbət aparırıq. Sonra lazım gələrsə psixoloqa, məktəb psixoloqu ilə və məktəb rəhbəri ilə danışırıq və onlarla birgə valideynlə iş aparırıq ki, erkən nigah olmaz, qadağandır. Bəli, yəni o məsuliyyətə cəlb olunmalıdır həmin valideyn əgər olarsa, yəni onu vurğulaya bilərsiniz. Gündəliyə meyar yazırsınız, rəy yazırsınız Sənibər müəllim? Meyar. Belə şagirdlərimə meyar yazırıq. Meyarı nəyə əsasən müəyyənləşdirirsiniz Sənibər müəllim? Meyarı bilik və bacarığa görə. Meyarı təlim nəticəsinə əsasən müəyyən edirik müəllimə. Bəs təlim nəticəsini nəyə əsasən müəyyən edirsiniz? Standartı, alt standarta görə. Alt standart. Alt standart neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Bilik və fəaliyyət. Bilik və fəaliyyət. Təşəkkürlər müəllimə. Bu yeni suallarımıza da o biraz mürəkkəb suallardan vermədim sizə müəllimə. İndi deyirsiniz neyləmişəm. Amma hazırlaşın. Oldu mu müəllimə? Oldu. Təşəkkürlər. Sonra kim qaldı burada? Sevda İskəndərova burada. Bəli, müəllimə, salam. Salam Sevda müəllimə. Sevda müəllimə, risk qrupuna daxil olan şagirdlərin adlarını say. Hansı şagirdlər risk qrupuna daxil olan? Bəli, ya risk qrupuna daxil olan şagirdlər dedikdə, ya bir valideynini itirən, ya 2 valideyn, hər 2 valideynini itirən, kiminsə himayəsində yəni olan, sonra risk qrupuna daxil olan uşaqlar yəqin ki, biz onu deyərik ki, psixoloji problemi olan uşaqlar da mənə elə gəlir ki, risk qrupuna daxil olan uşaqlar sırasında hesablanır. Onlarla necə işləmək lazımdır Sevda müəllimə? Necə iş quraq onlarla? Təbii ki, inklüziv təhsildə biz hər uşağa eyni dərəcədə yanaşmalıyıq. Amma bu risk qrupuna daxil olan uşaqlar sırasına gələndə bir qədər onlarla fərqli davranmalıyıq, mənə elə gəlir ki. Çünki onlar daha çox diqqətə ehtiyacları var, daha çox biz onlarla ünsiyyət qurmalı. Düzdür, onları önə keçirmək kimi bir fikir yox. Amma yəni onların hissləri tamam başqa olur da. Yəni onlarla daima biz belə fərqli bir qədər fərqli davranmalıyıq. Nə elə gəlir ki?
Bəli, müəllimə, onlara fərdi yanaşma tətbiq edəcəksən və orada məktəblə, ondan sonra ailə ilə, yəni burada sırf müəllim, ailə və psixoloq əməkdaşlığı qurulmalıdır, yəni bu şagirdlərdə. Yəni onları deyək ki, davamlı şəkildə psixoloji yardım, dəstək göstərəcəksiniz onlara, fərdi yanaşma, məsələn, sevgi ilə, qayğı ilə. Yəni bu risk qrupuna daxil olan şagirdlərinə biraz həssas davranmaq lazımdır. Dərs Bəli. keçməyə necə başlayırsınız? Belə bir sual soruşularsa. Necə müəllimə? Başa düşmədim. Bağışlayın, Dərs internet zəifdir. dərs keçməyə necə başlayırsınız? Bəli, dərs keçməyə müəllimə, birinci deməli biz ilk öncə təlim nəticəsini elan edirik şagirdlərimizə ki, bu gün biz sonda bu mövzu üzrə hansı biz bilik və bacarığa yiyələnməliyik, hansı biz biliyi əldə etməliyik. Onu təlim nəticəsini elan etməliyik şagirdlərə. Sonra qiymətləndirmə meyarlarını biz elan etməliyik. Sonra motivasiya qurmalıyıq. Yəni keçəcəyimiz mövzu üzrə motivasiya qurmalıyıq. Yəni o üzrə də artıq biz digər proseslərimizi davam etdirməliyik. Bəli. Doğru müəllimə. Differensial təlim nədir Sevda müəllimə? Differensial təlim müxtəlif sözündəndir. Yəni təlimdə müxtəlif yanaşma. Yəni biz məsələn eyni mövzuya müxtəlif tərəflərdən, müxtəlif cəhətlərdən yanaşa bilərik də. Yəni eyni mövzunu eyni standartlar daxilində keçmək də yox. Yəni müxtəlif yanaşma tərzi göstərməliyik biz mövzularımıza. Bax, differensiallığı təmin etmək üçün nələri nəzərə alırıq? Differensial yanaşmada onun izahını göndərmişəm. Hansı xüsusiyyətləri nəzərə alaraq biz dərsi tətbiq edirik? Deyə bilərsiniz müəllimə? Orada müəllimə biz təlim strategiyalarını nəzərə almalıyıq ki, yəni mövzular üzrə hansı biz təlim strategiyalarından istifadə etsək, dərsimiz daha effektivli, daha müxtəlif yönümlü alınar. Mən baxmamışam o PDF-ə düzünə qalsa. 3 xüsusiyyət nəzərə alınır müəllimə deyəcəksiniz. Şagirdin marağı, şagirdin səviyyəsi, şagirdin öyrənmə tipi, öyrənmə tərzini. Maraq nəyə marağı var? Öyrənmə, nəyi bilir, nəyi öyrənəcək? Öyrənmə tərzləri deyəcək, audialmı öyrənməyi sevir, vizualmı, bədən kinestetikmi, oxuyub yazaraqmı? Bu xüsusiyyətləri nəzərə alaraq biz şagirdlərimizə differensial yanaşacağıq. Differensial müəllimə different sözündən götürülmüşdür və fərqli yanaşma, fərqli, fərdi yanaşma deyə bilərik. Gündəliyə meyar yazırsınız, yoxsa rəy yazırsınız müəllimə? Gündəliyə müəllimə, biz meyarları yazırıq da. Meyarlar yazırıq. Bəli, niyə tərəddüdlə deyirsiniz müəllimə? Doğrudur. O müəllimə, inansız mən sizə bir şey deyim. İndi bu internetdə biraz problem var. Evdə deyiləm, başqa yerdəyəm. Biraz fikrimi bilməm, çatdırıram. O sizdən əməlli öyrənəcəm. Bu meyar biraz mənə çətin çatır. Bu meyar elə ki biz şagirdə rəy verir ki, bu məsəl üçün tutaq ki, xəritə üzərində işləyə bilir. Falan işi məsələn. Onlardır meyar müəllimə. Bəli, müəllimə. Bəli. Bəli. Xəritə üzərində işləyə bilirlə yox, orada dinamik feillər qoymalısınız da müəllimə, dinamik. Məsələn, xəritə üzərində nəyisə müəyyənləşdirir, xəritədən istifadə edir. Nə bilim, məsələn, dinamik feillər ümumiyyətlə necə olmalıdır? Eşidir, bilir, görür, bunlar dinamik feillərdir, bunlar statik feillərdir. Ancaq dinamik feillər müəllimə, Bloom taksonomiyasının feilləridir. Qruplaşdırır, səciyyələndirir, müəyyən edir, yerinə yetirir, istifadə edir, şərh edir, izah edir. Bunlar hamısı dinamik feillərdir. Bunlarla ifadə olunmalıdır. Təşəkkürlər Sevda müəllimə. Maşallah, aktivsiniz müəllimə. Nüşabə müəllimə, buyurun. Nəyisə demək istəyirdiniz? Müəllimə, mən səhv eləmirəmsə, siz demişdiniz ki, meyar yazılır, meyar söz deyilirsə, sözlə gündəliyə rəy yazılır. Mən elə bilirəm. Düz bilirsiniz müəllim. Gündəliyinə rəy yazılır. Düz bilirsiniz, gündəlik. Qabaq meyar yazırdıq. İndi amma son qaydaya əsasən gündəliyə, meyara əsasən rəy yazırıq. Yəni, onu dəqiqləşdirmək istəyirdim mən. Gəlsin, kim qal? Ayda Rüstəmova burada. Bəli, buradayım ay mən.
Hazırsınız müəllimə? Oxumuşam da Allah köməyim olsun, qulaq asmışam. Bir də bu sual verin müəllimə. Müəllim planlaşmasını nə üçün qurur? Nə üçün planlaşma qurur? Dərsdə vaxt bölgüsünü düzgün nizamlamaq üçün, Aha. resurslardan, nə bilim, inteqrasiyadan düzgün istifadə etmək üçün. Sonra deyə bilərsiniz ki, müəllimin auditoriya qarşısında həyəcanını azaldır, vaxt itkisinin qarşısını alır, yəni dərsin effektiv qurulmasına xidmət edir. Bax, bunlar hamısı gündəlik icmalın sunmasına aiddir. Kiçik summativ qiymətləndirmə keçirərkən əvvəlki bölmələrdən sual salırsınızmı müəllimə? Xeyr. Çünki kiçik summativ qiymətləndirmə bir bölmə başa çatanda keçirilir. Aha, doğrudur. Şagirdlərin bir-biri ilə əməkdaşlığı zəifdirsə, onları necə əməkdaşlığını formalaşdırarsınız? Onları qrup işlərinə sövq edərəm, cütlərlə işlərə cəlb edərəm, bir-birinlə empatiya hissi qurmağa çağıraram, bir-birinin fikrinə hörmətlə yanaşmağı və bir-birinin dediyi sözləri müsbət qarşılamaqdan. Aha. Əməkdaşlıq zəifdirsə müəllimə, əməkdaşlığını formalaşdırmaq üçün onlara müxtəlif fəaliyyətlər, birgə iş verərəm, birgə fəaliyyətə cəlb edərəm ki, əməkdaşlıq etsinlər. Qrup işi deyə bilərsən, kollektivlə iş deyə bilərsiniz, əməkdaşlıq üçün komanda işinə təşkil edərəm, hətta layihə işləri tapşıraram. Bunlarla biz şagirdlərdə və hətta uşaqlar, bax, sizin əməkdaşlıq bacarığınıza görə də qiymətləndiriləcək fəaliyyətiniz. Yəni, bax, bunu belə deyə bilərsiniz. Bircə dəqiqə müəllimlər. Hə, müəllimlər. Hə, Aydə müəllimə, standart bir hissədən ibarətdir. 2. Bilik və bacarıqdan. Müəllimə, hansı iş formalarından istifadə edirsiniz? Beyin həmləsi, debat, akvarium, sinektika, qərarlar ağacı. Refleksiya üçün hansı iş üsulundan istifadə edərsiniz müəllimə? Sorğu və müşahidədən. Onlar o refleksiya üsuludur da. Amma ümumiyyətlə iş üsulları içərisində ən effektiv iş üsulu hansıdır? 3-2-1. Ay, sağ ol. Ən effektiv refleksiya üsulu 3-2-1-dir. Necə aparılır bu müəllimə? Refleksiyada başa çatmış mövzunun şuurda inkasıdır. Mənimsəmə qavrama üsulundan Yox, aparılır. onu demirəm. 3-2-1 necə aparılır? Sorğu müşahidə ilə müəllim. 3-2-1 müəllimə. 3 yadında qalan məlumatdır. Yaxşı öyrənmək. 2 ən maraqlı faktdır. 1 Qaranlıq sənin qalan. üçün qaranlıq qalan məqamdır. Bunlar belə deyəcəksiniz müəllim. Təşəkkürlər Aydə müəllimə. Çox sağ olun, əzizim. Nigar müəllimə, qoşula bilirsiniz? Salam müəllimə, bəli. Salam. Salam Nigar müəllimə. Nigar müəllimə, sinif rəhbəri fəaliyyətini necə qurmalıdır? Hansı istiqamətdə, hansı işləri görməlidir? Onlar haqqında danışın. İlk növbədə sinif rəhbərinin ən vəzifəsi sinifi ələ almaqdır. İlk növbədə sinif iclaslarının daha çox keçirilməsi,
Daha çox deyəndə normada keçirilir. Valideyn iclaslarının keçirilməsi əsaslı. Valideynlərlə daha sıx əməkdaşlıq etməsi, uşaqları daha yaxından tanımaq üçün. Çünki bu da sinif rəhbərinin əsas fəaliyyətidir. Daimi əlaqədə olmalıdır valideynlər, təmadül olaraq əlaqədə olmalıdırlar və sinifi tam ələ almalıdır. Yəni məsuliyyətli olmalıdır, peşəkar olmalıdır və daimi valideynlərlə əlaqə saxlamalıdır. Sinifdə şagirdlərin geyiminə nəzarət etməli, davamiyyətə nəzarət etməli, Davamiyyətləri, valideynlərlə əməkdaşlıq etməli. davamiyyətləri, bəli, geyimləri, Bəli. davamiyyətləri, Mütləq səviyyələri, yəni nəzərdə Hə. diqqətdə saxlamalıdır. Təlim-tərbiyə mühiti yaratmalıdır sinifdə deyə bilərsiniz müəllimə. Bəs yaxşı müəllimə, belə bir sual verilsə ki, dərsdə hansı resurslardan istifadə edirsiniz? Dərs resurslarımız ümumiyyətlə ən birincisi yeni innovativ üsullardan istifadə edirik. Yəni elektron, məsələn, kompüterlərdən istifadə daha çoxdur indi. Elektron lövhələrdir, məsələn, proyektorlar bu daimi olmur, amma məsələn, açıq dərslərdə proyektorlardan daha çox dərs maraqlı keçsin deyə istifadə edirik. Kitablardan, müxtəlif müəlliflərin kitablarından, daha çox testlərdən, yəni bu xəritələrdən, müasir xəritələrdən istifadə edirik. Stresli şagirdiniz müəllimə tapşırığı yazmaqda çətinlik çəkir, nə edərsiniz? Bəli, onu hiss etdikdə həmin şagirdlə daha fərdi məşğul olmağa çalışıram. Daha çox uşağı motivasiya etməyə çalışırıq. Sən bunu bacaracaqsan. Hələ ki səhvsiz məsələn şagird yoxdur, səhvsiz ümumiyyətlə müəllim də yoxdur deyərək onları daha çox motivasiya edə bilirik. Onların özünə inam yaratmağını təmin etməliyik. Daha çox ürəkli olmaları üçün daha rahat fikirlərini ifadə etmələrini yəni nail olmalıyıq da. Yəni onları daha çox qrup işlərinə cəlb edərək, daha çox fəaliyyətlərə cəlb edərək o stresi onlardan aradan qaldırmaqlarına kömək eləməliyik. Fasilitator müəllim olaraq. Doğru müəllimə. Mən şagirdəm və bu sual keçən il verilib. Bəli. Mən şagirdəm. Qrup işində necə ünsiyyət qurmalıyam? Mənə başa sal. Bəli, qrup işində ünsiyyət qurmaq ümumiyyətlə qrupda məsələn deməliyik ki, hərə öz növbəsini gözləsin qrup içində. Bir-birini dinləməyi bacarmalıdır. Ünsiyyət bir-birini gözləmə vaxtı verməlidir. Qulaq dinləməlidirlər, bir-birinin fikrinə hörmətlə yanaşmalıdırlar və məsələn bu qrup işləri zamanı əsasən öz vaxtlarını, yəni qarşılıqlıq yaranmasın deyə hərə öz vaxtını gözləməlidir cavab vermək üçün. Bir də məsələn, empatiya hissi yüksək olmalıdır. Orada hərə bir-birini daha çox dinləmədən məncə ən çox dinləməlidir və cavab verərkən bir-birlərini gözləməlidirlər, öz növbələrini gözləməlidirlər. Bəli, mütləq şəkildə əgər ünsiyyət varsa, burada qrup işi varsa, qrup işində qrup qaydaları qoyulur və o qaydaların içərisində danışarkən növbənizi gözləyin, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşın. Bəli, fikirlər əsasında hörmətli olmaq, onların fikirlərini duysun, bilsinlər və əgər maraqlı fikirləri varsa, bunları da onlara bildirməlidir ki, ardıcıllıq pozulmasın və qrup qaydalarına əsasən olmalıdır. Bitirdiniz müəllimə? Bəli. Bitirdiniz, indi mən fikir bildirim. Bəli. Deməli, bax, ünsiyyət quran zaman mütləq şəkildə biz deyəcəyik ki, uşaqlar, bax, qrup işi vermişik. Yoldaşlarınızla səndən axı soruşur bu ki, ünsiyyət qurmalıyam, neyniyim? Sən də fikirlərini bölür, sən də təcrübələrini ver, sən də ideya irəli sür, yoldaşlarının fikirlərini sona qədər dinlə, sən də onların fikirlərinə münasibət bildir, məsələn, hörmətlə yanaş və s. kimi bacarıqlar, məsələn, deyərək biz şagirdlərimizi deməli, o ünsiyyət bacarığını formalaşdırırıq. Təşəkkürlər Şəfa müəllimə. Şəfa müəllimə yazıb çox gözəl izah edirsiniz. Minnətdaram mənim əzizim. Çox sağ olun. Dəyərli olasınız həmişə. O müəllimə bizim müdavimdir. Onu mən tam xatırlamadım. Şəfa Nəzərova. Bəlkə də qonaq müəllimlərimizdəndir. Bir də onu bildirim ki, burada bugün dəstək məqsədi ilə dərsimizin linkini paylaşmışam və bizim qonaq müəllimlərimiz var. Burada qonaq qismində olan müəllimlər var. Qonaq müəllim, xoş gəlmisiniz Şəfa müəllimə. Və bildirmək istəyirəm ki, mənim əzizlərim, kimlər bizim dərslərimizə qoşulmaq istəyərsə, bax bu cür mükəmməl izahlar olan bir dərslərimizə qoşulmaq istəyərlər,
Çox sağ olun. Təşəkkürlər əzizlərim. Quzu kəsərəm sizin ürəklərinizə. Gülnar müəllimə yazıb möhtəşəmsiniz. Çox sağ olun. Hər birinizə minnətdaram. Və sabah bizim sıfırdan qruplarımız açılır, müəllimlər. Bizim qruplarımıza da qoşula bilərsiniz və bu cür dərslərimizdən faydalana bilərsiniz, müəllimlər. İmtahana qədər mükəmməl şəkildə hazırlaşıb, tam müsahibəyə hazır göndərəcəyik sizi və icmallarınızı ödənişsiz verəcəyik. İcmallarınızı necə təqdim edəcəksiniz, hətta özünüzü təqdim etmənizə də baxacağıq. Bunların hamısı bizim dərslərimizdə öz əksini tapır və buyurub qoşula bilərsiniz, müəllimlər. Aha, Nigar müəllimə, qəşəng, təşəkkür edirəm Nigar müəllimə. Və keçən dəfə də siz qoşulmuşdunuz müəllimə. Keçən 4-cü günə qoşula bilmirəm, üzrlük hesab edin. Günel müəllimə də biz yəni kənddəyik, ona görə qoşula bilmirəm heç cür. Amma çalışıram ki, yenə də qoşulum. Yəni nə vaxt evdə oluram, qoşuluram. Keçən səfər yox idim, qoşula bilmədim. Yox, sizə yenə əlimiz çatır arada bir. Yenə 2 həftədən bir olsa. Bu bacınıza əlimiz çatmır. Bununla bağlı indi mən hələ gülür. Hələ oradan kənardan durub gülür. Bununla bağlı mən indi bilmirəm kimə müraciət eləyim, valideynə mi müraciət eləyim, yoxsa psixoloqa mı müraciət eləyim, sizlə söhbət aparsın. Yazır müəllimə, valla o məndən çox yazır, burada çıxışdıra bilmir. İkimiz də öyrənirik, ikimiz də yazır, sual cavab veririk. Prosta o nəsə danışmaq, nə bilim, deyir hərəkət lazım. Fərdi şəkildə söhbət aparmalıyam. Mütləq şəkildə. O günlərim bir video çıxıb qarşıma. Bilmirəm, harada baxdım mən ona. Deyir, bəlkə də bilmirəm, humoristikmi, yəni belə zarafat dolu video çəkib müsahibə dərsi ilə bağlı. Yazıb, bir sual verir biri digərinə ki, bəs dərs keçdiyin zaman sinifə quş girərsə nə edərsiniz? Deyir ki, sinifə quş girərsə mən fərdi şəkildə o quşla dərsdən sonra söhbət apararam və onun etdiyinin doğru olmadığını bildirərəm. İnansız o qədər, siz necə, o qədər bir də görürsünüz, elə məsələn ortada humoristik suallar fırlanır ki, nə bilim sinifə fil girərsə, nə bilim milçək girərsə. Ondan belə cavab verir. Günellə mən dərsdən sonra fərdi şəkildə söhbət aparıb bu etdiyinin doğru olmadığını bildirəcəm. Valla oxuyur müəllimə, inan ki oxuyur və biz çıxmaq fikrimiz yoxdur, elə bilərsiniz nəsə, amma prost dərsdəyik, amma hər dəqiqə girə bilmirəm, ona görə belə alınır. Yox, mən elə sizin haqqınızda elə düşünmüşdüm əslində ki, siz yəqin ki bu aydan baxımdan. Nigar müəllimə, Günel müəllimə, Nigar müəllimə, məncə sizin yerinizə müəllim də tapmışdım. Mənim qətiyyən. Yox, Sizi güldürsün. Yaman təəccüb. Düşünə qalıb, Günel. Yox, müəllimə, bizi çıxartmayın, biz daimiyik. Təşəkkürlər əzizlərim, çox sağ olun. Təbii ki, bir zarafat. Belə bir zarafat, sizə bir bol enerji ötürüm ki, bir keyfiniz yüksəlsin, yorğunluğunuz çıxsın. Sağ olun mənim əzizlərim. Sonra kim qaldı? Jalə müəllimə dərsdə. Çox sağ olun. Jalə müəllimə dərsdə. Gülnarə Tağıyeva. Vüsalə Hüseynova. Səidə müəllimə, Lətifə müəllimə. Əliyeva Lətifə. Bugün müəllimlərimiz istirahətdə çıxıblar. Nəyi var? Maşallah olsun. Bir də bu işə qayıtsaydıq, hamı bir cəmlənərdi bu dərsə, bir avqustun 27-sindən sonra. Mədinə Cəfərova, Nurlan müəllim. Nurlan müəllimlə mən neyiniyim bilmirəm də. Mən bu müəllimi də, mən dərsə cəlb edə bilmirəm. Mən motivasiyanı düzgün qura bilmirəm ki, bu müəllim dərsə cəlb olunsun. Biz motivasiyanı düzgün qura bilməmişik ki, bu müəllimləri dərsə cəlb eləyək. Belə müəllimlər. Burada kim qaldı danışmayan? Birdən onlar unudaram, adını çəkmərəm. Ayda müəllimə danışdıq. Jalə qaldı, Gülnarə, Vüsalə qaldı. Lətifə müəllimə. Başqa kim adını çəkmədiyim? Kim qaldı danışmayan? Müəllimlər, mən onda dərsi yekunlaşdırıram. Növbəti dərsin sizə materiallarını, PDF də göndərmişəm, səsli izah da göndərmişəm, 7-ci dərsin izahını göndərmişəm.
Mənim əzizlərim, çox sağ olun, təşəkkür edirəm. Minnətdaram hər birinizə, ürəklərinizə quzu kəsərəm sizin. Deməli, dərsimizi yekunlaşdırırıq. 4-cü gün sizlə 7-ci dərsin həm izahını, deməli, 7-ci dərsin sual-cavabını aparacam və eyni zamanda 7-dən öncə bütün materialları, çünki qoşulmayan müəllimlərdən hamısını soruşacam. Hamısının sual-cavabını aparacam. Oldu əzizlərim. Sağ olun, təşəkkür edirəm. Növbəti dərslərə qədər.